Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Əgər uşaq valideynlərin rəsmi nikahı qeydə alındıqdan sonra dünyaya gəlibsə, onun doğumun qeydə alınması üçün valideynlərdən biri müraciət edə bilər. Rəsmi nikahı qeydə alındıqdan sonra Azərbaycan Respublikası ərazisində tibb müəssisəsində doğulan uşağın valideynlərinin hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, onun doğumunun qeydə alınması üçün tələb olunan sənədlər bunlardır. Hər iki valideynin şəxsiyyət vəsiqəsi, hər iki valideynin doğum haqqında şəhadətnaməsi, valideynlərin nikah haqqında şəhadətnaməsi, uşağın doğum faktını və doğum yerini təsdiq edən tibb müəssisəsindən verilmiş olan tibbi şəhadətnamə. Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. Uşağın doğumu uşaq anadan olduqdan bir ay ərzində qeydə alınmalıdır. Doğumundan bir ay keçmiş olduğu təqdirdə əlavə olaraq uşağın sağlamlığı barədə tibbi arayış tələb olunur. Tibbi arayış istənilən tibb müəssisəsindən əldə oluna bilər və etibarlıq müddəti bir aydır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzürlü səbəblər olmadan doğumun qeydə alınması üçün bir aylıq müddətə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya 10 manat miqdarında cərimə tətbiq edilir. Sənədin hazırlanma müddəti isə iş yükündən asılıdır. Müddət barədə məlumat sənədi qəbul edən əməkdaş tərəfindən mərkəz daxilində qeyd olunur.